Günəşli havalar başlayanda, yazın qoxusu gələndə allergiya verməyə başlayıram. Bəs bu prosesin bu aylarda olması normaldırmı? Yeri gəlmişkən, məndəki mövsümi allergiyadır. Yaz və payız ayları polenlərin havada daha çox yayıldığı dövrdür. Xüsusilə küləkli havalarda ağac və ot tozcuqları sürətlə yayılır və nəfəs yolları vasitəsilə orqanizmə daxil olur. İmmun sistemi bunu təhlükə kimi qəbul etdikdə isə allergik reaksiya başlayır. Statistik olaraq mövsümi allergiyalar ən çox 5-40 yaş aralığında müşahidə olunur və genetik meyillilikdə mühüm rol oynayır. Bu dönəmlərdə istifadə etdiyimiz hər bir qida bizim üçün bir allergiya faktorudur. Ona görə də bilmədiyimiz hər hansısa bir tanış olmayan qidaların istifadəsindən maksimum dərəcədə uzaq durulmalıdır. Havaların çox tozlu olduğu dönəmlərdə, xüsusən artıq çiçəklərin birazdan sonra başlayacağı çiçəklənmə dönəmlərində maksimum dərəcədə artıq o havalardan uzaq durulmalı. Yəni daha çox əgər allergiya problemləri varsa da bir insanlarda, bəzən hətta qoruyucu maskalardan da istifadə olunması tövsiyə oluna bilər. Allergiya təkcə burun və gözlərlə məhdudlaşmır. Vaxtında nəzarət olunmadıqda proses aşağı tənəffüs yollarına da təsir göstərə bilər. Xüsusilə allergik asma riski olan şəxslər diqqətli olmalıdır. Həkimlər öz başına dərman qəbulunun düzgün olmadığını bildirirlər. Allergik rinit, allergik konjunktivit, bronxial asma şəklində təzahür edir. Ailəsində allergik bir xəstəliyi olanlar, asması olan xəstələr daha çox risk qrupu təşkil edir. Allergik konjunktivit çox vaxt gözdə qızartı, qaşınma ilə, burunda axıntı, çoxlu miqdarda askırma ilə təzahür edə bilən allergik rinitlər və bronxial asma isə özünü daha çox boğulma tutmaları, sinədə xırıltı, xışıltı, təngi nəfəslik, daha çox gecə yatağa girərkən təngi nəfəslik şikayətləri ilə özünü biruzə verər. Həkimlər bildirirlər ki, səhər saatları və küləkli hava allergiyası olanlar üçün daha təhlükəlidir. Evə daxil olduqdan sonra geyimlərin dəyişdirilməsi və üz-gözün yuyulması da simptomların azalmasına kömək edir. Əsas məsələ isə bu əlamətləri gizlətmək deyil, düzgün diaqnoz və müalicə ilə nəzarətdə saxlamaqdır. Əzizə Mahmudzadə, Vahid Zalov, Telesəhər.